Salam əziz abituriyentlər, keçən il OTK sınaq imtahanında düşmüş belə bir sualın həllini izah edəcəm. Deməli, bizə deyir ki, A, B ardıcıl cüt ədədləri üçün A kiçikdir, B kiçikdir, C və bu ifadə 2-də 5 olarsa, C-ni tapın. Ümumiyyətlə bilirik ki, ardıcıl cüt ədədlər bu şəkildədir. A deməli 2n'dir. B 2n üstəgəl 2. C 2n üstəgəl 4 olmalıdır. Gətirib qiymətləri burada yerinə yazsaq, alınacaq 1, 2 böl 2n, 1 üstəgəl 2 bölünsün 2n plus 2 vurulsun 1 üstəgəl 2 bölünsün 2n plus 4 bərabərdir 5 bölünsün 2 olmalıdır. Burada ikiləri mən ixtisar edə bilərəm. İkiləri ixtisar etsəm qalacaq 1 üstəgəl 1 bölün vurulsun 1 üstəgəl 2-ni mötərizə xaricinə çıxardıb məxrəcdə 2-ni mötərizə xaricinə çıxardıb ixtisar etsəm 1 böl n plus 1 qalacaq. Burada isə yenə eyni qaydada məxrəcdən 2-ni mötərizə xaricinə çıxardıb, yəni ixtisar etsəm 1 üstəgəl n plus 2 alınacaq. Bu da bərabər olacaq 2-də 5-ə. Hər bir mötərizəni hesab ortaq məxrəcə gətirsəm, onda birinci mötərizə belə olacaq. N plus 1 böl n vurulsun. İkinci mötərizə bu şəkildə olacaq. Biri n plus 1'ə vurub üzərinə 1 gəlsək, n plus 2 bölünsün n plus 1. Üçüncü mötərizə olacaq. Bu şəkildə n plus 3 bölünsün n plus 2 bərabərdir 5 bölü 2 olacaq. İndi burada diqqətlə baxaq. N plus 1'lər ixtisar gedir. Burada n plus 2'lər ixtisar gedir. N plus 3 bölünsün n bərabərdir 2'də 5 alınır. Bu tənasübü həll etsək, çarpazlasaq, onda alınacaq 2n plus 6 bərabərdir 5n'ə. 6 bərabərdir 3n olacaq. N də 2'yə bərabər olacaq. Bizə nəyi soruşur? C-ni soruşur. C 2n plus 4'ə bərabərdir. Yəni 2'ni vuracam 2'yə, üzərinə 4 gələcəm. Bu da bərabər olacaq 8.